Bugün mənfi yorumlarda hiss olacaq. Bəli, Gəncədən mesajlarla, təbiətən bu mesajları oxuyuram. Görürsüz, ay ya, şirindiləri. Görürsüz, mənfi yorumlara fikir verməyin, belə sevgilərə fikir verin, gözəllik axtarın, qəşəng şeylər axtarın. Mənfi şeylər axtarmayın. Bunun oxuduğu elə bir mənə çatmır. Yəni tək ona çatmamağı normaldır. Yəni milyonlara, birazdan da milyardlara çatacaqsan, narahat olma. Sözlərdə qəti məna yoxdur. Sadəcə musiqi və vibe qəşəngdir. Yəni sözlərdə məna axtaran gəlsə kitab oxusun da, yəni bir mənalı olaraq. Vibe-a baxın, musiqiyə baxın, əylənin, relax, guys. Mahnılarını sevirəm, özünü sevmirəm. Çox pis oldu. Mən belə oradan kommentlərə pis olar, çünki məni tanımırlar. Amma ki, yəni məncə mahnılarımı sevirsənsə, özümü də sevməlisən, məcbur. Çünki o mənim ideyamdır, mənim məhsulumdur. Məni də sev. Məncə məni sevir. Yaxşı, səmimi qızdır, amma efirdə küçə danışığı olmaz. Mən görmüşəm sözün açıq o kommenti, amma yəni hansı sözə görə o belə bir nəticəyə gəliblər, o hələ başa düşməmişəm. Amma bir də o xahiş eləmə, o sözü, hansı sözdür, onu mənə atın da. Doğrudan deyirəm, cavab yazacağam sizə və ya haqlısınız, ya haqsızsınız, onu da yazacağam ki, siz haqlısınız ya da haqsızsınız. Bu nə oxuyur ki? Nə oxuyuram? Nə oxuyuram? Sual verirəm, nə oxuyuram? Biraz da baş figür tapacaqsan nə oxuduğumu. Çox dəyişib bu. Belə özündən razı deyil idi. Oh my god. Özümdən razıyam. Çox sağ olun. His kompüter qrafika ilə oxuyur. Güya öz səsidir. Vallahi öz səsimdir. Vallahi öz səsimdir. Yalvarıram. İnan mənə. Son olaraq layihə haqqında fikirlərinizi öyrənmək istərdik. Çox super uşaqlar, çox əyləncəlisiniz, çox maraqlısınız, çox individualsınız, heç kimə oxşamırsınız. Like me.